Salam, hər vaxtınız xeyir olsun. Mən İbrahim müəllim, sizin riyaziyyat müəlliminiz. Deməli, CET test toplusundan çoxluqlar testinin izahına baxaraq ilk sual deyir ki, M və N çoxluqlarının kəsişməsini tapın. Deyirik ki, kəsişmədə nədir qayda? M kəsişsin N belə yazılır. Yazılış forması belədir. Və ortaq elementlər həm M-də, həm də N-də olan ortaq elementlər olmalıdır. Burada hər ikisini ona baxırıq. 1 N-də yoxdur, 1-dən xətt çəkirik. 2 yoxdur, xətt çəkirik. 3 N-də yoxdur, xətt çəkirik. 4 yoxdur, getdi. 5 yoxdur, 6 var hər ikisində. 7 var hər ikisində. 6 7. 6 7. Yəni kəsişmə budur. 6 7 D variantı. İkinci sual deyir ki, ikinci sualda M 72 ədədin bölənləri çoxluğu olarsa aşağıdakı münasibətlərdən hansı doğrudur? 72-nin bölənləri deyir, düzdürmü? Yəni 72 bölünməlidir də. Məsələn, misal üçün 2-yə bölünür. 72 misal üçün 8-ə bölünür. 72 misal üçün 9-a bölünür belə. Biz 72-nin bölənlərini yaza bilərik belə də. Misal üçün necə yazaq? Gəlin baxaq belə. 1 2 3 4 6-ya bölünür, 7-yə bölünmür, 12-yə bölünür, 8-ə bölünür, 9-a bölünür. Sonra 8, 9, 12, 6, 18, 24, 36 və 72. Bu nələrdir? Bu 72-nin bölənləridir. 72-nin bölənləri. Bir dəqiqə bunu belə səliqəli yazaq. Aha. 72-nin bölənləri. Deyir ki, M çoxluğudur özdə bu. M çoxluğudur. 16 yoxdur, daxildir. Bu yanlışdır. 18 bəli, doğrudur. Okey. Bu yanlışdır. Niyə? Çünki 24 daxil olmalıdır. Yazıb daxil deyil. Yanlışdır. 21 daxil deyil. 36 daxildir, amma daxil deyil. Yazıb yanlışdır. Ona görə yalnız doğru olan hansı oldu? D variantı. 18 daxildir. Bəli, 18 daxildir. Görürsünüz. Üçüncü sual. A çoxluğu 15-in altına bölənlərdir. A çoxluğu 15-in bölənləri 1, 3, 5, 15. B çoxluğu isə ondan kiçik sadələdilər. 2, 3, 5, 7. Bəli. A kəsişsin B. Kəsişmə nə idi? Ortaq elementlər 3, 5. 3, 5 C variantı. A deyildən kiçik mürəkkəbdədirlər. B isə sizə qalsın. Eyni sual tipidir. 5 nömrəli sual. 5 nömrəli sual. Çox uşağın soruşduğu sual tipidir. Gəlin baxaq. Ədəd oxun bu şəkildə göstərək. Mənfi sonsuzdan mənfi 7-yə. Mənfi 7 daxildir. Biz bunu inşallah bərabərçilik dərsində daha ətraflı öyrənəcəyik bu hissəni. Müsbət 4 daxil deyil. Müsbət sonsuza qədər özdə. Nə istəyir məndən? A birləşsin B-yə, A birləşsin B-yə daxil olmayan ədədlər. Fikir verin. Bax, burada mənfi 7 daxildir. Çünki bunun içərisində içi doludur. Müsbət 4 daxil deyil, içi boşdur. Haradan bilim içi dolu, içi boş olmasını buradan bax. Bu parça işarəsi olanda daxildir, belə olanda daxil deyil. Aydındır? Və bura düşən ədədlər hansılardır? Bunları gəlin göy rənglə yazaq bura. Mənfi 6, mənfi 5, mənfi 4. Gəl buraya yazım. Mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0. 1, 2, 3 və 4. Mənim 4-ü buraya yazmışsaq, desəniz, deyəcəm ki, boşdur. Yəni 4 bu qırmızı hissəyə aid deyil. Qırmızı hissəyə aid deyilsə, onda bu hissəyə aiddir. Yəni bu göy hissəyə aiddir. Aydındır? Və mənə nədir? Bunların cəmini tap. Bunların cəmi nədir? Toplanması. Bunları toplamaq lazımdır belə. Baxın, mənfi 4, müsbət 4 islah olur. 3-lər gedir, 2-lər gedir, 1-lər gedir, bir-birlərinə aparırlar. Yerdə qalır mənfi 6, mənfi 5 olan cəmi nə olacaq? Mənfi 11. 6 nömrəli sual sizə qalsın. Keçirəm 7 nömrəli suala. 7 nömrəli sual. Deyir ki, M çoxluğu verib, N çoxluğu verib, P də verib. Bunu tapın. Birinci mötərizənin içi olmalıdır. Mötərizə nədir? N ilə M-in birləşməsidir. N birləşsin, P daha doğrusu. M yox. Bərabərdir. Birinci götürüb N yazıram. A, C və 1, 2 yazdım. Bundan sonra baxıram bura. A da var burada görürsünüz. 1 də var. Ehtiyac yoxdur götürüb P-ni bir də A-nı bir yazmağa. Hər elementdən bir dənə olmalıdır. Eyni elementlərdən daha doğrusu 2 dənəsindən biri yazılır birləşmədə. İndi keçirəm bura. Burada mənə nə deyir? Burada mənə deyir ki, M-in bununla kəsişməsinə baxın. Kəsişmə nədir? Ortaq elementlər. Hansılardır? A var, bəli. A var hər ikisində. 1 var, bəli. C-də var, bəli. A, C, 1. A variantı. Keçirik 8 nömrəli çalışmaya.
8 nömrəli çalışmada deyir ki, ifadələrdən hansı iştiraklanmış hissəni ifadə edir? Bax uşaqlar, bu hissə, bu qırmızıladığım hissə görürsüz, B çoxluğu ilə C çoxluğunun ortaq hissəsidir. Yəni B ilə C-nin kəsişmə hissəsidir. Bəs burada A ilə B-nin kəsişmə hissəsidir. Düzdür? Mən indi həm buranı, həm buranı götürmək istəyirəmsə nə etməliyəm? Bunları birləşdirməliyəm. Benim cavab C variantında var. Gəlin bu 9 da mən sizə yazım. 9 da yazım mən sizə. Baxın, bu hissə tam iştiraklanmış olsaydı əgər, o zaman bura nə olacaqdı? Nə olacaqdı bu? B ilə C-nin kəsişməsi olacaqdı. Düzdür? B ilə C-nin kəsişməsindən nə etmişəm? Bu hissəni, balaca hissəni çıxmışam. Balaca hissə nəyə aid olan hissədir? A-ya aid olan hissədir. B ilə C-nin kəsişməsindən A-na çıxmışam. B variantı. 10 nömrəli sual. 10 nömrəli. Mən burada tamamlasaydım nə olacaqdı bu? Fikir verin. Tamamlasaydım bu tamamilə nə olacaqdı? A olacaqdı. A-dan çıxmışam. Nəyi? Həm B-ni, həm C-ni. Yəni B ilə C-ni birləşməsini hər ikisini çıxdığıma görə B variantı. 11. Yenə eyni şeydir, sizə qalsın 11. 12. Əslində bu da eyni tip sualdır. 13. 13-ə baxaq, biraz fərqlidir. 13. 13. İştiraklanmış hissəni müəyyən edin deyir. İştiraklanmış hissəni müəyyən edin. Tamam. Deməli, necə müəyyən edəcəyik? Baxın uşaqlar. Burada A ilə B bir-birinin alt çoxluğudur. B-A'nın alt çoxluğudur. B alt çoxluğudur A-nın. B ilə A-nın birləşməsi bizə A-nı verir. B ilə A-nın kəsişməsi bizə B-ni verir. Niyə? Çünki B A-nın alt çoxluğudur. Bir çoxluğu digərinin daxilində olanda kəsişmə kiçiyin verir, birləşmə böyüyün verir. Misal üçün, böyük çoxluğumuz olsun Azərbaycan, kiçik çoxluğumuz olsun Bakı. Bakı Azərbaycan alt çoxluğudur. Ortaq hissə Bakıdır, birləşmə isə Azərbaycandır. Götürüb Azərbaycanla Bakını birləşdirsəm Azərbaycan ayrıca bir Bakı olmayacaq ki. İndi burada nə olacaq bizə? Mən baxıram ki, buranı belə tam iştiraklasaydım, bu mənə nə verərdi belə? B-ni verərdi. Düzdür? Tam iştirakla B-ni verərdi. Lakin tam iştiraklanmayıb. Nə ediblər? Çıxıblar. Nəyi? C-ni. Neydən? B-dən C-ni çıxıblar. Burada B hansı oldu? Bu oldu. Yəni A ilə B-nin kəsişməsindən çıxmalıyam C-ni. A ilə B-nin kəsişməsi bizə B-ni verdiyinə görə çıxmalıyam C-ni. Hansı variantda var? Bu variant nə tapmağa çalışaq? A ilə B variantında. B variantında var. 14 nömrəli suala baxırıq. Deyir, ifadələrdən hansı iştiraklanmış hissəni müəyyən edir? Baxın, deməli, bu hissə, hansı ki, rənglənən hissə ki var, görürsünüz, hər üçünə aiddir. Həm A-ya aiddir, həm B-yə aiddir, həm də C-yə aiddir. Deməli, nə olacaq? Üçünün də kəsişməsi olacaq. Vəssalam, çox sadə, çox bəsit. Çox uşaq bu sual soruşur, bu tip sual ki, bu necə olacaq? Bunun bir neçə forması var. Birinci üsulu, 15-in birinci üsulu. Bu hissə, rənglədiyim hissə A ilə C-nin kəsişməsidir. Bu hissə B ilə C-nin kəsişməsidir. Bu hissə D ilə C-nin kəsişməsidir. D ilə C-nin kəsişməsidir. Bu üç dənə kəsişməni ayrı-ayrılıqda götürüb bir-biri ilə birləşdirsəm, hər üçündə olan C-ni çölə çıxardaram, kəsişmə C-ni. Mötərizənin daxilində qalar A, nə? Birləşsin B, birləşsin C. Daha doğrusu D. Belə bir cavab variantlarımızda varmı? Baxaq görək. Varmı belə bir cavab? Y variantında var, bəli. Y variantındakı cavab eyni ilə bu cavabdır. Aydındır? Bax, bu şəkildə yazılır. 16 tipində sual yazmışıq 14-də. Gələk 17 tipində suala baxaq. 17. Nə deyir 17-də? Deyir A ilə -3, 4, B ilə 3, 9 aralığı daxil olan tam ədədlər çoxluğu şahid edilmişdir. Ədəd oxu çəkirəm. -3, -4. Müsbət 4 daxilli. Burada miqyası mən təsadüfi götürdüm, yəni belə saymadım, belə yazdım. Müsbət 3 deyək ki, buradadır. Müsbət 3 daxildir. 9 daxil deyildir. Bu yuxarıdakı göy rəngli hissə A çoxluğudur, qırmızı rəngli hissə isə B çoxluğudur. A'dan B-ni çıxın deyir. A'dan B-ni çıxın. Baxın, fikir verin. Bu hissəni A'dan çıxıram. A-ya aid ancaq A-ya aid olan hissə bura qədərdir. Yəni -3-dən -3-ə qədər müsbət artıq daxil deyil. Müsbət 3 B-nin içərisində getdi. İndi mənə nə deyir? Deyir, bura daxil ədədlər cəmini tapın. -3-dən -3-ə kimi daxil ədədlər -2, -1, 0, 1, 2. Bunların cəmi nə olacaq? 0 olacaq. Y variantı.
18 də bu tipdəndir. 19-a gəlin baxaq. Kvadrat tənliyin kökləri. Uşaqlar, hasili 8, cəmi 6 olan kvadrat tənlik kökləri müsbət 2 ilə müsbət 4-dür. Deməli, A çoxluğunun elementləri olacaq 2, 4. B çoxluğunun elementləri isə 5-dən kiçik cüt ədədlər 2, 4. Deməli, bunlar nədir? Bərabər çoxluqlardır. 21 nömrəli suala baxırıq. 21 nömrəli sual. Deyir ki, iştiqdən bir necə ifadə etmək olar. Bu isə nədir? Bu isə A ilə B-nin kəsişməsidir. 21. A kəsişsin B-dir. Bəs bu isə nədir? B ilə C-nin kəsişməsidir. İki dənə kəsişməni ayrı-ayrı götürürəm də bunu birləşdirəcəm. Ola bilər ki, A birləşsin C-nin B ilə kəsişməsi. Bax, bu da cavabdır, bu da cavab. İkisi də doğru cavabdır. Görə hansı var? C variantı və bu. Birinci yazdığımız var. Görürsünüz? 22. Nə istəyir 22-də? Çoxluğunun bütün elementləri sadə ədədə olan ad çoxluğunun sayını tapın. Şagirdlər diqqətli olaq. Sadə ədədə götürürəm. 2, 3, 5, 7. 2, 3, 5, 7. Neçə element görürəm? 4 element. Ad çoxluğunun sayısına görə 2 üstü 4, 16 olacaq. Hə, çox 16 deyir. Maalesef cavabı 16 yoxdur. Niyə 16 yoxdur? 16-dan 1 çıxıram, 15 olacaq cavab. Niyə 1 çıxdıq? Niyə 1 çıxırıq? Bir nəyəsə əsas 1 çıxırıq. Ona görə ki, 2 üstü n ad çoxluğun sayının içərisində boş çoxluq da var. Boş çoxluq bütün çoxluğun ad çoxluğudur. Sual şərti nə deyir? Deyir ki, bütün elementləri sadə ədədlər olan ad çoxluğunun sayını tapın. Fikir verirsiniz? Axı boş çoxluq bütün elementlərin ad çoxluğu bütün elementləri sadə ədədlər deyil axı. O hissəyə aid olmur. Ona görə boş çoxluqdan çıxmaq lazımdır. Boş çoxluqda element yoxdur ümumiyyətlə. 23 də buna aid sualdır. 24-ə gəlin baxaq. 24. Bu nədir? A ilə C-nin kəsişməsidir. Bu nədir? B ilə C-nin kəsişməsidir. Ona oxşayan yazdıq ki, bax yuxarıda. Burada B yazıb var da yerində. Heç nə. A ilə C-nin kəsişməsi, B ilə C-nin kəsişməsi. Bunların ayrı-ayrı birləşməsini götürürük. Belə cavab yoxsa B də ola bilər. A birləşsin B-nin C ilə kəsişməsi. Bunların hər ikisini ortaq olaraq nə görürəm? C kəsişmə görürəm. C kəsişməni kənara çıxardanda yerdə nə qalır? A birləşsin B qalır. Belə bir cavab A variantındadır. Bu 24 idi bu arada. 25 də fərqli sualdır. Elə bir ki, bax, buranı tamamlasam nə olacaq? A olacaq. Buranı tamamlasam nə olacaq? B olacaq. Ümumi işlətləmiş işlər götürsəm nə olardı? A ilə B-nin nəyi olardı? Birləşməsi olardı. Lakin mən A ilə B-nin hər ikisindən nə etmişəm? C-ni çıxmışam. Və ya belə A çıx C birləşsin B çıx C. Ötürədən içində. Hər ikisi cavabdır. Bu da hansı variantda var? C variantında var. Belə. 26. Bax, belə baxaq da buna. Bu A olsun. Bu B olsun. Bu da C olsun. Düzdür. A çıx B haradır? A çıx B. B-ni A'dan çıxsam, bax buradır. Bəs A çıx C haradır? A'dan C-ni çıxsam, bax buradır. İndi mənə nə deyir? B ilə C-ni, B ilə C-ni kəsişməsini, B ilə C-nin kəsişməsi görürük. B ilə C-nin kəsişməsini A-dan çıx. Mən B ilə C-nin kəsişməsini A-dan çıxsam, elə bu hissələr qalmır. Fikir verdiniz, bax, diqqətlə baxın. O göy və qaranla rənglədiyim hissələr qalmadı. Onlar qaldı. Yəni mən nə etməliyəm? Bununla bunu birləşdirməliyəm. Bunun da birləşməsində nə olacaq? 3, 5, 7, 11, 17, 20. Neçə element oldu? 1, 2, 3, 4, 5, 6 element oldu A variantı. Bildirəm ki, aydındır. 27. Sual, 27 nömrəli sual, 22 nömrəli sualın birə-bir demək ki, eynidir. Sadəcə olaraq orada sadə demişdi, burada tək deyir. 28 də bəli, eynisidir. Sizə qalsın. 29. Uyğunluğun müəyyən edin deyir. A çıx B. A çıx B. Ancaq A-ya aid olan hissə. 5, 6, 7, 12. B variantı. 1-ə B. B ilə C-nin kəsişməsi. B ilə C-yə aid 13-dən 15. C variantı. A ilə C-nin birləşməsi. A ilə C-nin birləşməsi. 5, 6, 7, 8, 9, 12, 15, 12, 13, 15, 16. A variantı. A, B isə gedib.
İndi gəlin baxaq nəyə? A, B, C-nin birləşməsi. Hamısının 11-ə 20 çıxıblar. 11-ə 20 çıxsam nə qalır? A ilə C-nin birləşməsi qalmırmı? Deməli 3-ə gedir də. Bəli. Burada nədir bəs? A ilə B-nin kəsişməsini A-dan çıxıb. O diqqətlə fikir verin. A ilə B-nin kəsişməsini A-dan çıxıblar. O zaman nə qalıb? Ancaq A-ya aid olan hissə. Yəni açıq B qalıb da. Yəni Y variantı 1-ə gedir. 1-də oldu V, Y, 2-də oldu C, 3-də oldu A, D. Ümid edirəm ki, aydındır. 30-dan bir sual. Deyir, M çoxluğu budur. N çoxluğu budur. Deməli, bu çoxluğu L-N diaqramı təsvir edilir. Şu an rahat sualda deyilmi? M nə olacaq? 6, 7, 8, 9. Matematik ədədlərdir də. 7, 8, 9, 10, 11. Bunların ikisinin kəsişməsi nədir? 7, 8, 9. Ortaya 7, 8, 9 yazırıq. Burada 6 yazırıq. Burada 10, 11 yazırıq. Salam, bu qədər sadə. 31 də sizdə qalır. 32-yə baxırıq. L-N diaqramı əsasən A və B çoxluqlarının yazın. A və B çoxluqlarının birləşməsinin elementlərinin ədədi ortasını tapın. A və B çoxluqlarının yazanda A budur, B də budur. Birləşməsini deyəndə ümumi götürüləcək. Bəzən şagirdlər birləşmədə götürüb 12 və 28-i 2 dəfə yazırlar. Xeyr. 12 və 28-in ortada yazılması o deməkdir ki, hər ikisinə aiddir. Həm A-ya, həm B-yə. O bir dəfə yazılır. 2 dəfə yazmaya ehtiyac yoxdur. Ədədi ortaya gəlincə isə nə etməliyik? Bunları toplayıb sayına bölməliyik. Neçə element var? 1, 2, 3, 4, 5, 2, 9, 10 element var. 10 element varsa biz bunları toplayırıq. 5, 11, 19, 12, 28, 9, 6, 17, 8, 18 böl 10 bərabərdir. 133 böl 10, 13 tam 10'da 3. 33 də sizə qalır. Keçirik 34 nömrəli suala. Çox maraqlı suallardan biridir. Bəzi şagirdlər bu sualın mətnini görüb qaçırlar. Allah, bu nə sualdır? Sadə sualdır, rahat sual. Deyir 14 nəfərdən ibarət bir qrup tələbə əyləncə məqsədi ilə Luna Parka gedir. Onların hər biri Luna Parkda ən çoxu 2 karuselə mindi. Bu cümləyə fikir verin. Onların hər biri ən çoxu 2 karuselə mindi. Yəni 3 karuselə minən yoxdur. Bu karusellərin hər biri üçün ödəniş 8 manatdır. Və ikinci karuseldən istifadə edənlərə ikinci karusel üçün ödənişlərə də 25% endirim tətbiq edilir. Birinci karuselə 8 nəfər, ikinci karuselə 9 nəfər mindi. 8 nəfər, 9 nəfər, 17 nəfər edir. Amma bizim 14 nəfərimiz var. Deməli 3 nəfər neyinib? Hər iki karuselə minib. Gəlin bunu elementdən göstərmiş olaq. Birinci karusel, ikinci karusel şərtdə bizə deyir ki, deməli, birinci karusel 8 nəfər minib. Üçü ortada olduğuna görə bura 5'i düşəcək. İkinci karusel 9 dediyinə görə, 3'ü burada olduğuna görə bura 6'sı düşəcək. Və salam. Hər tələbə heç olmasa bir karuselə mindiyi məlumdursa. Bəs müəllim, bu cümləni niyə bizə yazıblar ki, yəni bu 14 nəfərin hamısı karuselə minib, kənarda qalan 1 nəfər, 2 nəfər yoxdur, hamı minib. Ona görə də bu cümlə mütləq qeyd olunmalıydı. Hər tələbənin heç olmasa bir karuselə mindiyi məlumdursa, Luna Parka karusellər üçün xərcləndiyi ümumi məbləği hesablayın. Gəl nəyə baxaq? Bu karusellərin hər biri üçün ödəniş 8 manatdır. Bu şagirdlər 8 manatdan nə qədər pul ödəyiblər? 40 manat. Bunlar 48 manat. Bunlar 24 manatı birinci karusel üçün ödəyiblər. İkinci karusel üçün də 24 manat ödəməlidirlər. Lakin 25% endirimlə ikinci dəfə. 24'ün 25% endirimi neçə eləyəcək? Yəni 4'də biri də 6 manat. Yəni bunların 6 manat pullarından çıxılıb ikinci karusel üçün. Aydındır? Deməli 40 manat, 24 manat, 48 manat və 18 manat. Bunları toplayaq. 6 manat niyə çıxıb bildiniz? Yəni 25% endirimə görə. 40, 48, 24, 18. Hə, bu arada 18'i bu cürə hesablaya bilərdiniz. Baxın, bir bilet 8 manatdır. 25% endirim eləyəndə 8 manatdan 4'də 1, yəni 2 manata çıxdıqda 6 manat qalır. 3 nəfər olduqlarına görə 3 dənə 6, yəni 18 olacaq. Belə də hesabla bilərdiniz. Fərqi yox idi onun. Bərabərdir. Deməli 88, 98, bu da 106, 130 da 130 manat. 130 manat pul xərclədi ümumlikdə. Tələbələrə baxarsan, maşallah. Papanı göl bağlar deyə bu yəqinə.
Tələbə olsan 130 cəmat 10 qəpik güllə atır tələbə vaxtı. Bunlara baxsan. 35. Hərdən test izahında olduğumu unduram, üzrünü sayarsınız. Deyir, A cüt natural ədədlərin ilk bir neçəsinin, B isə 3-ə bölünən natural ədədlərin ilk bir neçəsinin çoxluğudur. Diaqramda verilən məlumatlara əsasən A və B çoxluqlarının elementlərini yazınız. Yazaq da. Əvvəlcə element diaqramı çəkək. Bura A yazaq, bura B yazaq. Deyir ki, A-da 6 A çıx B-də 6 element var. B çıx A-da 3 element var. Amma birləşmədə 11 element var. 6 üstə gəl 3, 9 olduğundan bura düşür 2 element. Cəmi 11 olmalı axı. Ona görə. Yaxşı. O zaman A-da neçə element oldu? N-A. 8 element. 6-sı burada, 2-si burada. Bəs B-də neçə element oldu? 2-si burada, 3-ü burada. 5 element oldu. A cüt natural ədədlərin ilk bir neçəsinindir. İlk bir neçəsi. Cütlərin ilk 8-i də 2, 4, 6, 8, 10, 12, 14, 16. B 3'e bölünənlərin ilk bir neçəsi, yəni 5'i. 3, 6, 9, 10, 10 neydi ha? 12, 15 və son. Bu qədər basit. 36 sizə qalır. Keçirik növbəti başlığa. Deyir ki, A və B çoxluqları üçün A-nın 15, birləşmənin 6 elementi varsa, A çıx B-nin kəsişmənin 6 elementi varsa. Bir nömrəli sual. Sadə deyilmi? Məncə sadədir. Kəsişmə 6-dır. A-da 15 olması üçün. Burada 9 olmalı deyil. Məndən də A çıx B-nin istəyir 9. 3. M çoxluğunun 60 ədədin notlara bölünən çoxluğudur. M çoxluğu 60 ədəd notlara bölünən çoxluğudur. Bu çoxluğun elementlərinin sayını tapın. 60 notlara bölünən sayını tapın da. 60 özü nədir uşaqlar? Deməli 4 vur 15-dir də, hə? 2-nin kvadratı vur, 3 üstü 1 vur, 5 üstü 1. Notlara bölünən sayını tapmaq üçün qüvvətlərə bir əlavə etmirik. 3 vur, 2 vur, 2. 3 vur 2, 6 vur 2, 12. Yəni A variantı. 4 nömrəli sual deyir ki, A çıx B-dən, A çıx B-nin elementləri sayı ilə B çıx A-nın elementlərinin sayının cəmini tapın. Yaxşı, kəsişməyə gəlin baxaq. Kəsişmədə hansı elementlər var? Hər ikisində mənfi 6-dan görürəm. Hər ikisində mənfi 2-ni görürəm. Vəssalam. Yox, hər ikisində 5 də var. A çıx B-yə aiddir mənfi 3, 1, yəni 2 element. 4-cü sualdayıq. B çıx A-ya aiddir 1 element. 2 üstə gəl 1, 3 element. 5-ci sual. AB çoxluqları 3-ün birləşmənin 20 kəsişmənin elementlərə sahib olarsa, bu cəmini tapın deyir. Elementlərin sayının cəmini istəyir. Aha. Elə bir ki, uşaqlar var. Bura belə deyək də A-dır, bura B-dir. Əslində buna ehtiyac yox deyə. N-A birləşsin B-yə bərabərdir. N-A çıx B, N-B çıx A, N-A kəsişsin B. Üçündə toplayırıq da. Elə ki, element diaqramında biz bura A, bura B olsa, birləşməni tapmaq üçün həm buranı, həm buranı, həm də buranı toplayırıq da, düz deyilmi? Ona görə də belə, yəni burada mənə bunu verib, deməli, nə verib bu hissəni? 20 verib. Bu elementlərin sayı neçədir? 1, 2, 3, 4, 5 dənə. 5 dənə element verib və bu cəmi məndən sorur. Mən bu cəmi x desəm, sanki 20 bərabər x də gəl 5. Buradan x olacaq 15. Qəşəng. Altı. Bu A-dır, bu B-dir. A çıx B-yə 10 veriblər elementlərin sayına, kəsişməyə 5 veriblər və A-nın elementlərin sayını soruşurlar. Hə, o çox bəsit sualdır. 7 bu tipdəndir. 8 nömrəli sualda bu düstur istifadə olunub. 8 nömrəli sualda. Deyir ki, birləşmə 24-dür. A çıx B 16'dır. B çıx A'nı axtarırıq. Bu da 3'dür. X bərabərdir 24 çıx 19 5. Ümid edirəm ki, aydın. Nəsə aydın olmasa uşaqlar, şərhlərə yazarsınız. Səhvlərə gəlincə ola bilər. Yəni təbii ki, mən çalışıram ki, heç vaxt səhv olmasın. Mümkün, yəni ən
maksimum çalışdığım odur ki, testlərin izahlarının səhv olmasın, amma insan o da, yəni ola bilər, mümkündür. Mən demirəm ki, səhv olmasın. Səhv olmaz daha doğrusu demirəm, səhv ola bilər deyirəm. 9. Deyir, bir müəssisədəki bütün işçilərin 45% Alman dilindən, 32% ingilis dilindən kursa gedir və 28% heç bir dildən kursa getmir. Hər iki dildən 10 işçi kursa getdiyi məlumdursa, yalnız ingilis dilindən neçə işçi kursa gedir? Bütün işçilərin sayını 100% olduğunu nəzərə alsam, 28% bütün dilləri bildiyi üçün heç bir dildən hazırlığa getmir. Demirəm, onlar tənbəldirlər. Deyirəm ki, bütün dilləri bilir, onun üçün hazırlığa getmir. Adam dil bilir, nəyə getsin ki? 45% ilə 32% isə müəyyən dildən hazırlaşırlar. Toplayanda görürəm ki, 77% olur. Nətər ola? Dil hazırlığa gedən 72% olduğu halda nətər 77% çıxdı? Səhv veriblər? Yox. Səhv vermiblər. 5% adam hər iki dildən hazırlığa gedir. Bu 5% adam əslində say etibarilə 10 nəfərdir. Deyir, yalnız ingilis dilindən hazırlığa gedənlər. İndi gəlin bunu ERV ilə göstərək. ERV ilə göstərək. Faizləri ingilis, Alman. Ortada 5% olacaq. Niyə? Çünki hər ikisindən hazırlıqda 5%. Və 45% Alman olduğu üçün bura qalır 40%. 32% ingilis olduğu üçün bura qalır 27%. Mesela məsələ artıq həll olundu deyə. Yəni 5%-i 10 nəfərdirsə, yalnız ingilislə hazırlığa gedən neçə faiz görürük burada? 27%. Bu 27% neçə nəfər olacaq? 54 nəfər. Y variant. Müəllim, 54 hardan gəldi? 54 isə hardan gəldi? 5-ə qarşı 10 dayanıb. 2 qatıdır da. 27-yə qarşı da 54 dayanacaq da. Və sonra bu şəkildə həll etdik. 10 nömrəli sual. Deyir ki, A bərabərdir n plus 1, n plus 2 və s. n plus 8 və B bərabərdir n plus 1, n plus 2 və s. n plus 6 çoxları üçün kəsişmə 3 olarsa birləşməni tapın deyir. Misal üçün biz n-ə 1 versək, 10 nömrəli sualdan danışıq, n-ə 1 versək, A-nın elementləri 1, 2 və s. 19 olacaq. Yəni n-a 19 element var. Evə də 1 versək, B-nin elementləri 1, 2 və s. 7 olacaq. Yəni B-nin 7 elementi var. Nəzərə alsaq ki, şərtə görə kəsişmənin elementlərinin sayını 3 veriblər. A-nın 19 elementi olduğundan 3'ü burada olduğu için 16 qalacaq. B-nin 7 elementindən 3'ü burada olduğu için 4 qalacaq. Birləşmənin elementlərinin sayı nə oldu? Hamısı bir yerdə 23 A variantı. Mənim n-in 1, m-in 1 olmanı hardan bildiniz? Okey. n1, m1 yazmıram. Heç ehtiyac yoxdur. Tutalım ki. Qiymət qoymuram. İndi sən bura fikir. 10, 11, 12 və s. 28. Ondan 28'ə kimi say. Gör neçə ədəd olacaq? 19 olmayacaq mı? Olacaq. Yəni istənilən bir ədəd yoxlaya bilərsən. Ədəd qoymadan tapa bilərsən ki, oradakı ədədlərin sayını tapmaq üçün sonuncudan əvvəlkini çıxıb üzərinə 1 gəlirik. Bu da alınır. Yaxşı, 11 nömrəli suala baxaq. A çoxluq elementlərin sayı 5, B çoxluq elementlərin sayı 4 olarsa, birləşmə çoxluğun elementlərin sayını ala biləcək qiymətlərinə ən böyük ilə ən kiçik cəmini tapın. İndi fikir verin. A-nın 5 elementi var, B-nin 4 elementi var. Bunların birləşməsi ən çoxu 9 elementi ola bilər. Ola bilər ki, A buradadır, B buradadır. Heç birini kəsmirlər bir-birlərini, düzdür? Ola da bilər ki, A belədir, B də bunun içərisindədir. B-nin 4 elementi var, A-nın da 5 elementi var. O zaman birləşmənin elementlərinin sayı nə olacaq? 5 olacaq. Və ən böyüyü 9, ən kiçiyi 5'dir. Bunların cəmi də olacaq 14. 12 nömrəli sual. Deyir, bir sinifin müxtəlif dərnəklərdə iştirak edən şagirdlərin sayı cədvəldə verilmişdir və bir şagirdlərin çoxu 2 dərnəkdə iştirak edə bilər. Bu sinifin neçə şagird dərnəkdə iştirak edir? Baxın, bunu həm ERV-dən göstərmək olar, həm də düsturla yazmaq olar. Sual şərtinə diqqət edin. Nə buraya yazın? Musiqi, idman, şahmat. Deyir ki, bu sinifin bir şagird ən çoxu 2 dərnəkdə iştirak edə bilər. Ən çox 2 dərnəkdə. Ən çox 2 dərnəkdə iştirak edə bilər. O deməkdir ki, hər üçündə iştirak edən şagird yoxdur. Burası 0'dır. İndi baxaq, həm idman, həm musiqi 4 nəfər. Həm idman, həm şahmat 3 nəfər. Həm musiqi, həm şahmat 2 nəfər. Musiqi 12 nəfər. 4'ü burada, 2'si buradadır. 6'sı getdiyi üçün bura qaldı 6 nəfər.
İdmanda 12 nəfərdir. 4'ü burada, 3'ü burada, 7'si getdi, 3'ün qaldı 5 nəfər. Şahmatda 12 nəfərdir. 2'si burada, 3'ü burada, 5'i getdi, 3'ün qaldı 7 nəfər. Vəssalam. Bizə deyir ki, ümumini tapın. Ümumi hamısı bir neçə nəfər olacaq? 6, 4, 2, 3, 5, 7. 10, 10, bu da 7. 27. Başqa yolu var? Var təbii ki. Nəfər müəllim, ay müəllim, necə olacaq? 12, 12, 12, üçünü toplayıram. Kəsişmələri çıxıram. Çıxılsın 4, 3, 2. Olacaq 27. 36'dan çıxır 9, 27. 13. Diaqrama əsasən A çoxluğun elementlərinin sayını tapın deyir. Diqqət etsəz görərsiniz ki, A ilə B-nin kəsişməsini veriblər 2. Euler-Venn diaqramını çəkək. Euler-Venn diaqramında A ilə B-nin kəsişməsini yazıram 2. B-də 7 olduğuna görə bu 7 olmalıdır. İkisi burada da axı. Bura qalacaq 5. Sonra fikir verin, birləşməni göstəriblər 10. Ümumi 10 olmalıdır. 7'si burada olduğundan bura qalacaq 3. O zaman A neçə oldu? A'nın elementlərinin sayı 5. 3'dən 2'nin cəmi 5. 14 nömrəli sual. Deyir ki 14'də A, B-nin B deseyinin alt çoxluğudur. Bunların cəmi 27'dir. Bu arada fikir verin, A, B, C bir-birindən fərqli çoxluqlardır qeyd olunub. Yaxşı, alt çoxluq belə göstərək də. Bu A olsun, bu B olsun, bu da C olsun. Olsun. Bunların üçünün cəmi 27. Mən bura 9 yazsam əgər, görən olar, 9 yazırım. A'nın 9 elementi olar, E ilə B'nin də 9 elementi olar, E ilə C'nin də 9 elementi olar və üçünün cəmi 27 edər. Amma şərtimizə zidd, axı şərtdə qeyd edilmiş fərqli çoxluqlar olmalıdır. Deməli, hamısı 9 ola bilməz. Onu 9'dan az olmalı. 8 qoysam, 8 olsa bu 8'dir. Baxın, mən bura bir 1 yazıram. O zaman B'de 9 oldu. Fikir verin, A'da 8 oldu. A'da, B'de 9 oldu. Burada bir 1 yazsam, C'de də 10 olacaq. Cəmi 27 verir, bəli. Deməli, A'ya ən çox neçə element yazıla bilər? 8 element yazıla bilər. Bu nədir bəs? 15. A, B, C çoxluqları üçün A'nın 10, B'nin 100, C'nin 1000 elementi var. A, B'nin B, C-nin alt çoxluğu olarsa bunu tapın deyir. Baxın, hörmətli şagirdlər, C-ni verib bizə 1000. C 1000'dir, 1000. Üstə gəl. İndi bura fikir verin. A ilə B-nin nə idi bu? Kəsişməsi. Kəsişmə olanda nə olacaq? Ortaq elementlər. Şərtə görə A, B-nin alt çoxluğu olduğuna görə A ilə B-nin kəsişməsi ilə A olacaq da. Yəni 10 element. Bildiniz nə? Bu A-da təsəvvürləyin. Bu da B-dir də. A ilə B-nin kəsişməsi bizə nə verir? A-nı verəcək də. Birləşməsi B-ni verərdi. Ümumiyyətlə alt çoxluqları bir qayda var da. A, B-nin alt çoxluğudursa əgər A ilə B-nin kəsişməsi balacanı, yəni A-nı verir. A ilə B-nin birləşməsi böyüyünü, yəni B-ni verir. Burada da oldu 10. İndi eyni qayda ilə bura fikir verin. B ilə C-nin kəsişməsi. B, C-nin alt çoxluğu olduğuna görə kəsişmə nə olacaq? B olacaq. Yəni 100. Cavab 1110. Növbəti 16. 16, 15 kimidir. 17'yə baxaq. ABC çoxluğların hər birinin elementləri sayı 2-dən böyük, ondan kiçik müxtəlif sadə ədədlər olarsa, kəsişmənin qiyməti ən çox neçə ola bilər? Fikir verin nəyə? Deməli, 17. Elementlərin sayı 2'dən böyük, 3'dən, ondan kiçik sadə ədədlər 3 var, 5 var, 7 var. Elementlərin sayı dediyinə görə n a 3, A'nın 3 elementi var, n b 5, n c 7 olarsa, onların kəsişməsi, yəni ən çox elementi olması üçün 3 element ola bilər də. Yəni A digərlərinin içərisində ola bilər də. Olmaya da bilər ha. Sonra şərtə fikir versək, ən çox neçə ola bilər? Soruşuraq, ən çox 3 ola bilər. Yəni A'nın 3 elementi olduğu halda A ilə B'nin kəsişməsi necə 5 elementi olsun? Belə bir şey ola bilər də. Bu A'nın 3 elementi, B'nin 2 qalacaq, C'yə də 2 qalacaq. Bu belə. Fikir verin, bax A'da 3, B'də 5, C'də 7 ümumi oldu axı. İndi kimsə deyə bilər ki, müəllim hardan bildiniz belədir? Bəlkə A kənardadır, A burada olacaq, bəlkə bəli ola bilər. Amma sonra şərtinə fikir verin. Yəni ən çox olması üçün bu halda olmalıdır, başqa halda mümkün deyil.
18. 18 eyni bir sualdır. 19'a baxaq. Ya bunun cavabı oldu 3. 19 A və B çoxları üçün bu verilib. Bunu tapın deyir. Tamam. Deməli L-Venn diaqramını çəkərəm. Düsturla yazmaq olar bu arada. L-Venn ilə yazmaq olar. Bura mənə 7 verib, bura 5 verib. Birləşməni 20 verdiklərinə görə bunun cəmi 12 olur. Bura qalır 8. Və NA, yəni 15 üstə gəl NB, yəni 13 üstə gəl kəsişmə 8 bərabərdir. 15, 13, 28 üstə gəl 8, 36. 20 nömrəsi ola indir. 21. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün B-nin 16 elementi olarsa, B çıx A çoxluğunun ən çox neçə elementi olar? İndi fikir verin, uşaqlar. Diqqətlə fikir verin. Sadə sual əslində. Amma biz məntiq tələb edən sualdır. Baxın nə deyir. B-nin 16 elementi var. Ümumi burada 16 element var. 16. Hamısı bir yerdə. Və deyir ki, kəsişməsi boş olmayan. Yəni, burada müəyyən bir ədəd mütləq olmalıdır. 1-mi, 2-mi, nəsə var. B çıx A-nın ən çox, B çıx A haradır burada? Buranın ən çox olması üçün kəsişmənin ən az olması lazımdır. Nə? 1. Onda bura nə qalacaq? 15. Niyə? Çünki ümumi 16 idi ona görə. Və salam. 22. 22 də indi. Bəli, 23. A və B çoxları üçün kəsişmənin 1, 2, 4, yəni 3 elementi var. Birləşmənin 7 elementi var. Gəlin belə eləyək də. Bu A olsun, bu B olsun. A, B. Kəsişmənin 3 elementi var. 1, 2, 4, 3 dənə də 3 elementi var. Birləşmənin 7 elementi var. NA çıx NB-ni 2 veriblər. NA-nı soruşurlar. Uşaqlar, əslində L-Vensiz də yazmaq olar bunu. Deməli, belə bir düsturumuz var da bizim dərsdə qeyd eləmişik. NA üstə gəl NB çıx NA kəsişdim B, düzdür? İndi burada burana 7 veriblər. Buranı olduğu kimi saxlayıram. Burada 2, burada 3-dür də, kəsişmə 3-dür. Bu mənfi 3-ü götürüb bura keçirsəm, olacaq 10. Yəni NA üstə gəl NB olacaq 7 üstə gəl 3, yəni 10. Aha, şərtdə isə bizə NA çıx NB-ni veriblər 7. Buyurun, tərəf-tərəfə topla. NB-lər islah olacaq, bir müsbət, bir mənfi olduğuna görə 2 dənə NA olacaq 17. Buy, nəyə səhv elədik? Bir dəqiqə. 2 dəqiqə. Bir dəqiqə. NA çıx NB-ni bizə 2 veriblər. Burada 7 veriblər, burada 2 veriblər. Görürsünüz? 12. Hər tərəfi 2-yə bölsəm NA olacaq 6. Bu misalı köçürtmə getdi. Buna görə yazmışam. Amma burada da 2 dəxil. Belə cavab oldu 6. Yəni bu E-lərə ehtiyac olmadı. Bunsuz yazdıq. Bu 23 idi. 24 də eynisi olduğuna görə sizə qalır təbii ki. 25-ə baxırıq. A və B çoxları üçün NA verib, NB verib. A, B-nin ad çoxluğu olarsa A-nın ən çox neçə elementi olar? Hörmətli şagirdlər, A, B-nin ad çoxluğu olmaq A-nın elementlərinin sayı B-nin elementlərinin sayından kiçik bərabər olmaq deməkdir. Yəni 3x plus 5 2x plus 8-dən kiçik bərabərdir. Bu arada qeyd edeyim ki, dərsdə demişik, bərabər çoxluqlar bir-birinin ad çoxluğudur. 2x-i 3x-in yanına gətirsək olacaq 1x. 5-i 8-in yanına gətirsək olacaq 3. Və son, x kiçik bərabər 3-dən A-nın ən çox dediyinə görə x-ə 3 verəcəm. 3 qoyacam bura, 3 vuruş 9, təqəl 5, 14 olacaq. Davam edək. 26 sizə qalır. Dədə baba qaydasına görə 27-yə baxırıq. Deyir A və B çoxluqların ad çoxluqların sayı nisbəti 64 və 4 NA çıx 7 NB olarsa NA-nı tap. Çıx yox, bərabər. Tamam, okey. Burada NA 7-yə uyğundur, NB 4-ə uyğundur. Nə yazırıq? NA-ya yazırıq 7K, NB-yə yazırıq 4K. Tamam, A-nın ad çoxluqlarının sayı, ümumiyyətlə ad çoxluqlarının sayı 2 üstü n-dir də, elementlərin sayı. Elementin sayı 7K olduğuna görə 2 üstü 7K yazıram A-nın elementlərinin, A-nın ad çoxluqlarının sayına. B-nin ad çoxluqlarının sayı A üstü 4K, 2 üstü 4K olacaq. Deyir ki, sualda A və B çoxluqların ad çoxluqların sayları nisbəti, nisbət bölmədir. Bölmə zamanı əsaslar eyni olduqda qüvvətlər çıxılır deyə belə bir qayda var qüvvət dərsində. Üstü qüvvətdə bunu öyrənəcəyik. Burada bizə bu nə verəcək? Bu bizə verəcək 3K bərabərdir. 64-ü 2-nin qüvvəti kimi 2 üstü 6 yaza bilərəm. 2-ni 6 dəfə bir-birinə vurduqda 2 vur, 2 vur, 2 vur, 2 vur, 2 vur, 2, 64 eləyir. Ay uşaqlar, 2 üstü 6, 2 vur 6 demək deyil. Buradan 2'lər eyni olduğuna görə qüvvətləri bərabərləşdiririk. K da olur 2. Nə soruşurdu bizdən? NA-nı tapın.
Alıram bu K'nın 2 qiymətini. Gəlirəm hara? Bura. Və solam. NA 7 vur 2 14. Əla. Davam edək. Həmişə olduğum problem yenə qaldı burada. Nömrəni yazmamışam. 27 idi bu. 28 də eyni sualdır deyəcəm, amma deyil deyəsən. Deyilsə yazaq da. 28 və fərqli sualdır. Yazaq. Bax, NA7, NB3 yazıram. NA birləşsin, B-nin düsturu var. NA üstə gəl, NB çıx, NA kəsişsin, B. Baxın, birləşməni veriblər 16 bərabərdir. NA 7K, NB 3K çıx. Kəsişmədə 4 veriblər. Və solam da 10K bərabərdir. Mənfi 4-ü alıb gətirsəm 16-nın yanına müsbət 4 olacaq. 16 üstə gəlir 4. Yəni 10K bərabərdir 20-yə. K da olacaq 20 böl 10. Yəni 2. K-nın qiymət tapılıq 2. Nə soruşurdu məndən? NA-nı tap. NA nə idi? 7K. NA olacaq. NA 7 vur K. Yəni 2. 14. 28 cavab oldu. 14. Davam edək. 29 oxşar sualdır. Rahat sualdır. Konkret düsturdur. Bax bu düsturdur, bax bu düstur. Qoyun yerinə verilənləri tapın. Biraz əziyyət çəkin, zəhmət çəkin. Hər şeyi müəllim verməlidir ki sizə. 30. Hələ o da eyni sualdır da, eyni düsturda 30-da. 31. Hə, bunu yazaq. 29-30 eyni suallardır, rahat suallardır, konkret düsturdur. 31-də deyir ki, A və B çoxları üçün bu olarsa, bunu tapın. Bu da olarsa, tamam, okey. Yenə düsturu yazaq. Ərinirəm yenidən yazmağa. Neynəməliyəm? Texnologiya bizə imkan verir ki, bunu götürək, gətirək aşağıya. Solam. Niyə artıq iş görüm ki? Aha, okey. Kəsişmənin yerinə hörmətli şagirdə görə neynəyəcəm indi? Bax, bunu yəni kopyalayayım. Nətər təməlləşmişəm, sadə bir şey yazmağa ərinirəm. Gördünüz. İndi bunu görsün, bunu. Bunun yerinə, bunu silirəm buradan. Hop, getdi. Bunun yerinə verib də mənə nə verilib? NA çıx NB. 6-cı sinifdə öyrənilir ki, mötərizənin qarşısında mənfi varsa, işarələr əksinə çevrilir. Müsbət olanda mənfi olur, mənfi olanda müsbət olur. Yəni, mən bu mötərizəni açanda, hop, gördünüz nə oldu? NA-lar getdilər, islah olurlar, biri müsbət, biri mənfidir. Qaldı 2 dənə NB bərabərdir. Nəyə? Birləşməyə, o da 10 veriblər də. O zaman NB nə oldu? 5 oldu. Hörmətli şagirdlər. Euler Venn diaqramını çəkib göstərirəm. Yaxşı baxın. Bizdən sualda A çıxıb B-ni soruşurlar. Bax, buranı soruşurlar, görürsünüz? Buranı soruşurlar. Mənə ümumi say var əlimizdə. Neçədir? 10. Məndə bunu da tapmışam biraz əvvəl. Buradakı tapmışam 5. Yəni bura 5-dirsə əgər, bu 10-dan bu 5 dənə çıxdıqda yerdə qalacaq 5 dənə. Deməli belə çıxır ki, A çıx B-nin cavabı nədir? Elementlərin sayı 5-dir. 32 nədir bəs? A, B sorular üçün A çıx B 3-dür, B çıxa 4-dür, kəsişmənin 5-dir. Çox bəsit, çox konkret düsturlu yerinə qoyun, yazın. Biraz əziyyət çəkin, zəhmət çəkin. 33. 30 şagird riyaziyyat və fizika fənnindən dərnəklərə, o cümlədən 6-sı hər iki dərnəyə yazılır. Riyaziyyat dərnəyinə yazılanlara sayı fizika dərnəyinə yazılan sayla 2 dəfə çox olarsa, fizika dərnəyinə neçə şagird yazılıb? Yaxşı, tapaq. Riyaziyyat dərnəyinə riyaziyyat. Bir də fizika yazaq. Aha, deyir ki, riyaziyyat dərnəyinə yazılanların sayı fizika dərnəyinə yazılanların sayı 2 dəfə çoxdur. Fizikaya x desəm, riyaziyyat olacaq 2x. Ümid edək ki, kənarda şagird qalmayıb da. Burada qeyd olunmalı idi əslində ki, kənarda heç bir şagird qalmayıb. 30 şagird riyaziyyat və fizika dərnəklərinə, o cümlədən 6 şagirdlərinə yazıldı. Əslində cümlədən başa düşülür ki, yazılıblar, kənarda qalan yoxdur. Diqqətlə baxın, 30 şagird riyaziyyat və fizika dərnəyinə, o cümlədən 6 şagirdlərinə yazıldı. Yaxşı, burada mənim düsturum var idi bayaqları. Düsturum var idi. Bu olsun riyaziyyat, bu olsun fizika, bu olsun ümumi 30 şagird, bu da olsun hər ikisinə gedənlər 6 şagird. 30 şagird bərabərdir. Riyaziyyat 2 qızdır, fizika 1 qızdır, 6 şagird də hər ikisindədir. Və son 2 qızda gəl x olacaq 3 qız. Mənfi altını hop gətirsən bura olacaq 30 da gəl 6 36. Hər tərəfi 3-ə bölsəm 12. Deməli fizikadan hazırlaşan 12 şagird var. Riyaziyyatdan da 24 şagird var. Fizikadan neçə şagird yazılıb deyir? 12 şagird yazılıb. Çox rahat, çox sadə.
34 nömrəli çalışmaya baxırıq. Biri digərinin az çoxluğu olmayan A və B çoxluqları üçün birləşmə 10-dur, kəsişmə 3 olarsa A çoxluğunun ən çox neçə elementi ola bilər? Hörmətli şagirdlər, bu suallar biraz da həm də məntiqi suallardır. Yaxşı fikir verin. İndi baxın nə deyir. Bax, bura mənə 3 verib, ümumini mənə 10 verib. Ümumi 10-dur. Düzdür? İndi bunun 3-ü burada olduğuna görə 7-si kənarlarda olacaq da. Məsəl üçün deyirəm. 5-i burada, 2-si burada. Misal üçün 4-ü burada, 3-ü burada. Belə bir şey düşünün də. Və mənim sual şərtində deyir ki, bunlar bir-birinin az çoxluğu deyil. Yəni bu şəkildədirlər. Belə deyirlər. Belə deyirlər də. Yəni bu şəkildədirlər. Hal-hazırda gördüyümüz şəkildədirlər. Və qeyd olunur ki, A çoxluğunun ən çox neçə elementi ola bilər? A çoxluğu hal-hazırda burada bu hissədən asılıdır da, bu hissədən asılıdır. Bu hissə nə qədər çox olsa A1 o qədər çox olacaq. İndi mən buranı nətər çox eləyim? Kimsə deyir ki, mənə 7-ni bura ver, 0-ı bura ver. Hə, elə olsa əgər B tam-tamına A-nın daxilində olaraq 3, 7, A, B. Bu şərtimizi pozar. Onda mən neyini verməliyəm? Bura element verməliyəm. Nə? Ən azı 1. Yəni 1 verə bilərəm də. Daha doğrusu ən çoxu 1. Niyə 1? Çünki bura çox qalsın deyə. O zaman A-nın neçə elementi olacaq? 9. Aydındır? Belə. 30 neçə idi bu? 34 idi. 35 də eyni sualdır yəqin ki. Eyni sualdır. Bəli. 36-ya baxaq. 36-ya baxaq. A çoxluğunun elementlərinin sayı 6. B çoxluğunun elementlərinin sayı 4. Kəsişmə boş çoxluqdan fərqli olarsa, kəsişmə çoxluğunun elementlərinin sayı ən böyük qiymətini, ən kiçik qiymətinin cəmini tapın. Qəşəng. Maraqlı sualdır. Deməli, nəzərə alsaq ki, kəsişmə bu hissəyə fikir verin. Bu nə demək istəyir mənə? Boş çoxluqdan fərqli o deməkdir ki, kəsişmənin elementi var. Neçəsə burada ədəd var, olmalıdır. Yəni kəsişirlər bunlar. Kəsişirlər. A, B. İndi fikir verin. Yaxşı bax. Sual şərtinə A çoxluğunun elementlərinin sayı 6 verib, B çoxluğunun elementlərinin sayı 4 verib. Kəsişmə çoxluğunun elementlərinin sayı ən böyük qiyməti ilə ən kiçik. Ən kiçik burada nə ola bilər burada? Təbii ki, ən kiçik kimsə 0 desə 0 bu şərtimizə zidd olduğu üçün 1 götürəcəm. Ən kiçik ən azı 1-imiz var. Ən azı 1 var. O da bilər ki, yəni ən azı 1 var. O da bilər ki, belə olsun da. Bax belə. 4, 2. İndi fikir ver. B-nin 4 elementi var, A-nın 6 elementi var. Fikir versən. Hə, bu zaman kəsişməli elementlərin sayı nə olacaq? A kəsişsin B-nin 4 olacaq. Aydındır? Ən çoxu 4 elementi ola bilər. Ümumiyyətlə bir çoxluq B çoxluqla kəsişirsə, ən çox kəsişməli elementlərin sayı elementi az olan çoxluq qədər olacaq. Yəni düşünün, baxın. B-nin 4 elementi, A-nın 6 elementi varsa, kəsişmə 6 necə ola bilər? Ortaq elementlərin sayı 6 nəfər ola bilər ki? Birinin 4 elementi olduğu halda. Yəni nümunə üzərində göstərim. Yaxşı baxın. A-nın tutalım ki, 1, 2, 3, 4, 5, 6-dır. B-nin 1, 2, 3, 4-dür. Bunların ortaq elementlərin sayı ən yaxşı halda 4 dənə ola bilər də. Düzdür? Yəni bu 6 ola bilməz axı. Necə olsun 6 elementi, yəni kəsişmənin? Kəsişmə ən yaxşı, ən çox halda 4 elementi ola bilər. Ən az da 7, 8, 9. Ən azı bir elementi ortaq ola bilər. İndi kimsə deyək ki, mənim bəlkə burada 15 yazılmışdı. O zaman şərtimiz idi olan. Şərtimiz dedi ki, bunlar kəsişməsi var. Kəsişmə boşluqdan fərqlidir. Bir sözlə, kəsişmənin ən azı bir elementi, ən çoxu 4 elementi ola bilər. Və nəsirimizin ən böyük qiymətinin, ən kiçik qiymətinin cəmini tapın. 1 üstə gəl 4 nə olacaq? Təbii ki, 5. 37-ci sual olduğuna görə keçirəm 38 nömrəli suala. Hörmətli şagirdlər, ilk öncə burada verilənləri kəsirdən azad etməyə çalışıram. 3-5-in əkəbi 15 olduğuna görə bütün misalı 15-ə vururam. 15-ə vurduqda 15-i 3-də 2-yə vurdu. 3-dən 15 çıxsaydı 5 qalar. 5 vur 2 10 olar. 10 vurulsun n açıq bərabərdir. Buranı 15-ə vurduqda 15 hardan gəldisə 3-dən 5-in əkəbi budur. Buranı 15-ə vurduqda 15-lə 5 ixtisar gedir. Burada 2 qalar. 2 vur 3 6 üzürlü sayın. Sorry 3 qalar. 15-i 5-ə bölüb 2 nətər dedim mən. 15-i 5-ə bölüb 3 eləyir. 3 vuruş 9 olar. 9 n b çıx a bərabərdir. Bunu 15-ə vuranda yəqin ki 30 eləyər. Bizim bildiyimiz vurma cədvəli 30 olmalıdır. 30 n a kəsişsin b. Hörmətli şagirdlər, bu 10-dur, bu 9-dur, bu da 30-dur. Mənə bir dənə 10, 9 və 30-un əkəbini tapın görüm. Təbii ki bu 90-dır. Buranı 90 eləmək üçün buraya 9 verməliyəm. Buranı 90 eləmək üçün buraya 10 verməliyəm. Buranı 90 eləmək üçün buraya 3 verməliyəm. Gördünüz, misal haradan hara gəldi. İndi birləşmənin düsturu var idi. Birləşmənin düsturlarından biri, bayaq birini yazmışdım. O da var, bu da var. Dərsi izləmişsiniz əgər. İndi bu 9K-dır.
Bu 10K'dır. Bu da 3K'dır. Bunların cəmi də 22K'dır. Yəni birləşmənin ən az olması üçün K'nın ən kiçik olması lazımdır. Bu da nə olacaq? 1. O zaman ən az neçə elementi var? 22. Müəllim, mən 1 vermək istəmirəm, 2 vermək istəyirəm. O zaman 2 versəm 44 olacaq. Yəni 44-dən kiçik 22 varsa niyə görə mən 44 götürürəm ki? Kiçini soruşur məndən. 39 nə etmək lazımdır? Yazmaq lazımdır. Sizə qalır o. Keçirəm 40 nömrəli suala. 40. Element diaqramında kəsişməsi boş olmayan A və B çoxluqlarının elementlərinin sayı verilmişdir. X, Y, Z müxtəlif natural ədədləri üçün olarsa, buna cümləliyə X, Y, Z müxtəlif natural ədədləri üçün olarsa, nə olarsa? Birləşmənin ən kiçik qiymətini tapın. Başa düşmürəm cümləni. X, Y, Z müxtəlif natural ədədləri üçün. Yəni bunlar müxtəlif natural ədədlər. Okey, onu başa düşdük. Olarsa, neysə də başdan başlayaq. Euler-Venn diaqramının kəsişməsi boş olmayan, yəni bura boş çoxluq deyil. 2x çıxılsın 3 sıfırdan böyükdür. O zaman 2x böyükdür 3-dən, x böyükdür 1,5-dən. X 1,5-dən böyük olmalıdır və nə olmalıdır? Nə olmalıdır x-imiz? Natural olmalıdır. 2 ola bilər, 3 ola bilər, 4 ola bilər və s. Mən sualın şərtində birləşmənin ən kiçik qiymətini istəyir. Birləşmənin kiçik eləmək üçün mən nə etməliyəm? Bu hissələri kiçik götürməliyəm. Ən kiçik olmalıdır bunlar. Gəlin baxaq. Bura olacaq. 2 vur 2 4 çıx 3 1 olacaq. İndi gəlin baxaq. X-a 2 versəm, x-imiz 2 olduğuna görə y-imiz 1 ola bilər. Z-imiz artıq 3 olmalıdır. Və ya z-imizə 1 verəcəm, y-imizə 3 verəcəm. Bu halda yoxlayaq, bu halda yoxlayaq. Görək hansı halda ən kiçik qiymət alır. Baxaq, y-a 1, birinci bu halı yoxlayıram. 2 vur 2 4, 2 vur 2, üstə gəl 1, 2 üstə gəl 3 vur 3. Bu oldu 5, bura 1, burada 11. Bu halda ümumi sayı neçə oldu? 16 oldu. Yaxşı, gəlin o birisini yoxlayaq. Bura 1-dir, bura dəyişmir onsuz da. Bu halı yoxlayıram indi. Y-a 3, x-a 2 versəm 2 vur 2 üstə gəl 3, 7 olur. 2 üstə gəl 3 vur 1, 5 olur. Ümumi elementlərin sayı 5, 1, 7. Bizə neçə verir? 6, 7, 13 verir. Ən kiçiyini istəyir məndən. Təbii ki, bu olmayacaq. 13 götürəcəm. Bəli, bu cümlənin bu hissəsi biraz yaxşı olmadı. Nəysə. Cavab oldu 13. Ən kiçiyi. 41. Cədvəldə A və B siniflərində dərnəyə gedən şagirdlərin sayı haqqında məlumat verilmişdir. A sinifində B sinifindən bir nəfər az şagird olarsa, B sinifindəki şagirdlərin sayını tapın. Deməli, riyaziyyatdan dərnəyə gedənlər, tarixdən dərnəyə gedənlər, hər iki fəndən dərnəyə gedənlər, heç birindən dərnəyə getməyənlər. Ümumi şagirdlərin sayını tapmaq üçün mən nə etməliyəm? Birləşməni tapmanın düsturu aid. Ümumi tapmaq üçün bunu toplayıram, bunu çıxıram. Kəsişməli çıxmaq lazımdır. Bəs bu 7 nəfər nədir? 7 nəfər də ümumi əlavə olacaq da ümumiyyətlə hazırlaşmayan uşaqlardır. 2n, bu da n, 3n. 2n, bu da 1n, 3n. 10, 10 çıx 5, 5, da 7, 12. Bu A sinifindəki uşaqlar oldu. Gəlin B sinifindəki uşaqlara baxaq. Yenə bunu toplayıram, kəsişməli çıxıram. Bu da heç bir hazırlığa getməyənləri əlavə edəcəm ümumi sayının üzərinə. 3n üstə gəl 2 üstə gəl 2n üstə gəl 10 çıx 8 üstə gəl 3. Bu bizə hansı düstura oxşuyur? Bu hissəsi. Bu hissəsi və bura qədər olan hissə. NA üstə gəl NB çıx NA kəsişdim B düsturu var idi. Ha bayaqdan istifadə etdiyimiz düstur həmin düsturdur. Bərabərdir 2n 3n 3n 2n 5n 12 çıx 8 4 üstə gəl 3 7. Deyir ki, sualın şərtində A sinifində şagird A sinifində B sinifindən bir nəfər azdır. A sinifində B sinifindən bir nəfər azdır. Bu azdır. Azın üzərinə 1 gəlsəm çoxa bərabər olacaq. Alım tənlik. 3-ni gətirirəm 5-nin yanına. 3-dən 5-ni çıxan 5-dən 3-ni çıxanda 2-n qalacaq. 7-ni gətirirəm bura. 12 çıx 7 5 də gəlir 6 olacaq. O zaman n olacaq 3. B sinifindəki şagirdlərin sayını tapın deyirdi bizə. B sinifində 5 vur 3 üstə gəl 7. 22. Davam edək. 42 nömrəli sual.
A1, A2, A3 və sairə ayın çoxluqlarının elementlərinin sayı verilmişdir. Əla. Verilmiş ardıcılıqla ədədi silsilə əmələ gətirir. Bir dəqiqə. Çoxluqların elementlərinin sayı. Tamam. A1, A2-nin, A2, A3-ün ümumiyyətlə hamısı bir-birinin ad çoxluğudur və A2-nin 7 elementi olarsa 18 ilə 23-ün kəsişməsini hesablayın. Elementlərin sayını hesablayın deyir. Elementlərin sayını hesablayın. Uşaqlar, baxın. Bayaq danışdıq da. Deməli, bunlar iç-içə olan ad çoxluqlardırsa əgər belə, düzdür? Bunların kəsişməsi ən içdəkin verməlidir. İndi 18-ci ilə 23-cü kəsişirsə, onda bu elə 18-ci verməlidir. Bildiniz nətər? Təsəvvür edin ki, bu Bakıdır, bu Azərbaycandır. Bunların ortaq hissəsi nə olacaq? Elə Bakı olacaq da. Aydındır, ortaq hissə Bakı olacaq. Bu da həmin şeydir. 18-ci, 23-cünün içərisindədir bu qaydaya görə. Onda bunların kəsişməsi bizə nəyi verəcək? 18-cini verəcək. Və nəzərə alsaq ki, silsilə fərqini 7 veriblər, 3 veriblər. İkincini bizə 7 veriblər və 18-cini tapmalıyıq. 18-ci düstur var. İkinci üstəgəl 2-dən 18-ə qədər neçə dənə bir fərq var? 16 dənə. 16 dənə D. D3 verir. Baxın, silsilə düsturudur bu. Silsilə dərsi gecəni daha ətraflı biləcəksiniz. Deməli, 7 üstəgəl 16 vur 3. 16 vur seçərik 48. Üstə 7 gələndə 55. Bəli. Növbəti sual. 43. Öz aramızda bu suallar hamısı fərqli oldu. Hamısı mən işlədim. Sizdə sual qalmadı. Belə danışmamışdıq. Biri mən həlləməydim, birini siz həlləməydiniz. Amma indi hamısı bir-birinə demək olar ki, eyni suallar, fərqli suallardır. Yaxşı. Belə baxaq da buna. Error ilə baxmağa çalışıram. Çünki fərqlər verib də bizə. Düsturla yaza bilərəm. Belə də yaza bilərəm. Eyni şeydir. Deməli, A çıx B 3-ə uyğundur. 3K yazaq. B çıx A 2-yə uyğundur. 2K yazıram. Birləşmədə kəsişmədən 7 dəfə çoxdur. Birləşmə kəsişmədən 7 dəfə çoxdur. Burada bir x desək kəsişməyə. Birləşmədə şərtə görə olacaq 7x. Buna görə. Gəlin belə baxaq da buna. Bilirik ki, bunların cəmi bizə birləşməyə verməlidir. 3K üstə gəl, 2K üstə gəl, 1x bərabərdir 7x. Bunlar 5K verir. X-i bura keçirdəndə qalacaq burada 6x. K-ya 6, X-a 5 versəm ən az. Təbii ki, K-ya 6-nın misillərin, X-a 5-in misillərini verək, bunu sonsuz sayda yazmaq olar. Amma ən az dediyinə görə X-a 5, K-ya 6 verirəm. K-ya 6 verəndə bu olacaq 3 vur 6, 18. Bu olacaq 2 vur 6, 12. Bu da olacaq 5 demişdim də. X-a 5 dedik 5. Ən az birləşmənin neçə elementi olacaq? 35. Belədir ki, X-imiz 5 olduğuna görə, birləşməmizdə 7x olduğuna görə 7 vur 5, 35 bu cürdə yazmaq olardı. Və gəldik 44 nömrəli suala. Bu 43 idi, qeyd eləmişəm, nə yaxşı. 44. M çoxluğu verib. Bu rahat sualda 5, 7, 9, 5, 7, 9. K M-in ad çoxluğudur, bəli, 1-ə A. Qəşəng. K M-in ad çoxluğudur, 1-ə A. M-dən M K-nın ad çoxluğu deyil. Bir dəqiqə. M K-nın ad çoxluğu. Hamısında uyğun gəlir. Heç birine uyğun gəlmir axı. M heç birine ad çoxluğu. M bu heç birine uyğun gəlmir. M-dən K-nın çıxanda 4 olacaq. M-dən K-nın çıxanda 5, 7, 9, 10, 11. M-dən K-nın çıxanda 4 element qalacaq. 5, 7, 9 çıxanda 3 element qalır. Y variantına uyğun gəlir bu. Y variantı uyğun gəlir. M-dən K 4, 6, 8, 4, 6, 8 olmadığına görə 1, 2, 3, 4, 5 element qaldı. D variantı uyğun gəldi bura. Burada deməli 1, 3, 4, 5, 8, 4, 5 çıxsam. Bax 2 var 4, 5 var çıxdım. Çıxdım 4, 5 neçə qaldı? 1, 2, 3, 4 element qaldı. 4 element C variantı. Bunun bir dənəsini göstərirəm, belə yazıb. Deməli M-in elementləri mənə verib 4, 5, 7, 9, 10, 11 verib. K-nın elementləri, misal üçün bunu götürürəm. 1, 3, 4, 5, 8 verib, düzdür? Bax, 4, 5, bax çıxdım. Neçə element qaldı? 4 dənə.
C variantı. %45. A'nın 12, B'nin 10 elementi olarsa yoxluğu müəyyən edin. Yaxşı. Deməli, yox heç bunu yazmayayım və qoy. Bununla yazım, bununla yaza bilərəm də. Qoy bu da qalsın AB. Bir də düsturumuzu yazaq. Bu fikir verin nəyə? Şərtdə bunu mənə veriblər 12, bu dəyişməyəcək. Onu da veriblər 10. Birincidə veriblər bunu 15. İndi fikir verin. 12 üstə gələ 10 neçə eləyir? 22. 22-dən nəyi çıxan da 15 olacaq? 7-ni. Hoppa. Bura oldu 7. A'nın 12 elementi veriblər dəyişməyən şərtdə. Onda B çıxı bura 5-dir. B'nin 10 veriblər də. Onda B çıxı bura 3-dür. İndi düşünün variantlara. Bax, kəsişmə 7-dir. Düz gəlir? Bəli. C. Sonra bununla bunun cəmi 8 var. 8 yoxdur. 8 variantlarda yoxdur. 8 bitdi. Biri qutardı. Bunları sileyim buradan. Bunu da sileyim, bunu da sileyim. Dəyişməyən şərtə dəymədim. Düşdüm ikinciyə. İkinciyə. Baxın, ikincidə mənə bunu verib 9. Bu 12 olmalıdır. Onda belə bura 3-dür. Bura 10 olmalıdır. Onda belə 7-dir. Və salam, kəsişmə 3 var. A variantında var. 9 ilə 7-nin cəmi 16 eləyir. B variantında var. Qəşəng, əla gedirik. Sonra digərinə baxaq, bura baxaq. Bunları silim artıq, bunları silim. Buna veriblər 6. Bu 10 olmalıdır deyə, bura qalır 4. Bu 12 olmalıdır, bura qalır 8. 6-dan 8-in cəmi 14. D variantı getdi. D variantı 14. 6-dan 8-in cəmi 14. Kəsişmədə 4 veriblər, Y variantı bura gedir. Bu qədər sadə. Bu da eyni ilə bu şəkildədir. Bunlar o şəkildə sizə qalır. 48-ə baxaq. 48. Eyler-Venn diaqramında bir məktəbdə fəaliyyət göstərən dərnəklərdə iştirak edən şagirdlərin sayı göstərilmişdir. Riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayı tarix dərnəyindəkilərin sayından 1,5 dəfə çoxdur. Riyaziyyat çoxdur tarixdən. Tarix və ya fizika dərnəklərində 74 şagird iştirak edərsə x rihasını tapın. Bax, fikir verin riyaziyyata. Neçə nəfərdilər? 26, bu da 7, 33. Üstə 12 gəlsəm 45, üstə 15 gəlsəm 60. En riyaziyyat 60-dır. Axı şərtdə deyir ki, riyaziyyat tarixdən 1,5 dəfə çoxdur. Tarixi 1,5-ə vuranda riyaziyyat olacaq. Onda belə ki, 60-dırsa, tarixi tapmaq üçün 60-ı 1,5-ə bölməliyəm. 600-ü 15-ə bölməliyəm. Bu da olur 40. Deməli, tarixdə 40 nəfər şagird olacaq. Yaxşı. 40 nəfər şagird olması üçün burada neçə olacaq? 15, 12, 11, 38 olur. Onda bura qalır 2 nəfər. Düzdür? Və 74 şagird olmalıdır ümumilikdə. Bu 40 idi. Bunun cəmdə neçə olacaq? 30 neçə verir? 33 verir. 40, o da 33. 40, 33. Biz nəyi səhv eləmişik? 40, 33, 73, bura 1 qalır. Yox, bir daha yenidən baxın. Riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayı tarix dərnəyindəkilərin sayından 1,5 dəfə çoxdur. Riyaziyyat çoxdur. Səhv topladım ki, bunları 26, 7, 33, 12 gələndə 45, o da 15, 60 eləyir. 60-ı 1,5-ə böldüm, 40 aldım. Bura 40 olmalıdır. 40 olmalıdır. 15, 12, 27, bu da 11. 27-nin üstə 11 gələndə 38 eləyir. Onda bura 2 qalır. Tamam. Və sonra bizə nə deyir? Tarix və ya ayda mən sualın burasını düz oxumamışam. Tarix və ya fizika dərnəyində 74. Bura 74-dür. Mən ümumi sayırdım 74. Üzrlü sayın. Tamam. 15, bura 40 oldu. 40 oldu. Onda bura 34 olmalıdır. Belə çıxır ki, 34 olmalıdır bu hissə. 7-si buradadırsa bura 27 qalacaq. X-imiz 2-dir, Y-imiz 27-dir. Cavab da 54. Görürsünüz, bir dənə sual tam oxumamaq hara gətirib çıxardır. 49. Nə deyir bizə 49-da? A çoxluğunun elementlərinin sayı 6. B çoxluğunun elementlərinin sayı 5.
olarsa, birləşmənin elementlərinin sayının ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapın. Uşaqlar, deməli kəsişmə haqqında məlumat verməyiblər. Fikir verirsiniz. Ola bilər ki, ən böyük olması üçün A belə olsun, B belə olsun, B belə olsun. Ola da bilər ki, A-da 6 element var da, A böyükdür, B kiçikdir, belə olsun. Belə olan halda burada 5, burada 1 qalır. Bura 6, bura 5-dir şərtə görə. Birləşmənin burada 11 elementi olacaq. Birləşmənin burada 6 elementi olacaq. Düsturla da buna baxmaq olar. Düstur nətərdir? Nə deyirdi bizə düstur? Düstura baxın. Bu 6-dır, bu 5-dir, düzdür. İndi fikir verin. Ən böyük olması üçün buna 0 verəcəm. 6-dır, 5-dir. Bunun ən kiçik olması üçün bunun ən böyük qiymətinə baxmalıyam. İki çoxluqda kəsişmə ən çox nə ola bilər? Kiçik sayda ola bilər də, bayaq danışmışdıq. Böyük sayda ola bilməz axı. Onda bura 5 qoyacağam. Belə olan halda bunun cavabı 6 olar. Bunun cavabı 11 olar. Bax, həm ERV-dən göstərdim yuxarıda, həm düsturla göstərdim. Ən böyük, ən kiçik cəmini tapdıq. 11-in altının cəmi nə olacaq? 17 olacaq. 50 nömrəli sual nə deyir? Kəsişmənin çoxlu elementlərinin sayını tapın. Dünya ən rahat sualı. Birləşmə 15-dir. 50-ni sayını yazmamışam. Birləşmə 15-dir, düzdür. AB. Bəli. Ümumi 15-dir. Buranı 3 veriblər şərtdə. Buranı 8 veriblər. 3, 8 neçə eləyir? 11. 15-dən 11 çıx, 4. Kəsişmə oldu 4. Bu da yeni sualdır. 52. Özəl musiqi məktəbində skripka və gitara dərsləri keçirilir. 12 nəfər yalnız skripka, 17 nəfər yalnız gitara və 4 nəfər hər iki musiqi aləti üzrə dərslərdə iştirak edir. Gəlin bunu belə yazaq. Skripka, gitara, 4 nəfər hər ikisindədir. 12 nəfər yalnız skripka, 12 nəfər yalnız skripka, 17 nəfər yalnız gitara. Skripka dərslərə qoşulanların yaxşıların ədəd ortası 10,5-dir. Skripkaya qoşulanlar neçə nəfərdir? 16 nəfərdir. Skripka yaşları cəmini 16-ya böləndə 10,5 eləyib. Onda skripkanın yaşları ümumilikdə 10,5-i 16-ya vuracam. 160, o da yarısı 168 olacaq. Gitara dərslərinə qoşulanların yaxşıların ədəd ortası 12-dir. Gitara yaşlarını, gitaranın sayına, yəni neçəyə 21-ə bölsəm 12 olur. O zaman gitaranın yaşları bərabərdir 12 vurulsun 21. 21-i 10-a vuranda 210, o da 42, 252 olacaq. Bir dəqiqə, səhv olmadı. 210 da 42, 252. Xeyr, səhv olmadı. Sonra nə deyir? Hər iki musiqi aləti üzrə dərslərə qoşulan yaxşıların ədəd ortası 14,25-dir. Musiqi məktəbində gitara və skripkadan heç olmasa biri üzrə dərslərdə iştirak edən şagirdlərin orta yaşını tapın. Burada hər iki musiqi aləti üzrə dərslərə qoşulanların yaxşılarının ədəd ortası, hər iki musiqi alətinə qoşulan 4 nəfərdir axı. Deməli, belə ki, o ortadakı orta yaşı deyək də 4-ə bölüblər, 14,25 olub. O zaman ortadakı yaş olacaq. Yəni hər ikisi deyək də, hər ikisi daxil olanlar 14,23-ü 4-dən 56, o da 57 olacaq. Onu buna vuranda 57 edir də. İndi mən nə etməliyəm? Bu ümumi skripkadır, bu ümumi gitaradır. Skripkanı gitaranı toplayıram. 168-in üzərinə 252-ni gəldirirəm. Bu 57-ni oradan çıxmaq lazımdır, ortadakı hissəni. Sanki biz nəyə oxşuyur? NA üstə gələn NB-yə çıx, NA kəsişdirməyə bəyə oxşuyur da sanki. İndi bunu hesablayaq. Deməli 168, 252 yazsam 10 420, 57 çıxsaq 363. 363. Bütün uşaqların yaşları oldu 363. Cəmi, hamısı bir yerdə. İndi 363-ü son şərtidir ki, heç olmasa 1 üzə, yəni ümumi saya bölməliyəm. Ümumi say neçə nəfərdirlər? Ümumi say deməli 12, burada 4, 12, 4, 16, burada 17, 33 nəfər. 33-ə bölürəm, ümumi sayı bölürəm ki, yaxşı tapım deyə burada bir dəfə 11. Və cavab oldu 11. Növbəti izahda görüşərik. Sağ olun.